Ağcabədi rayon Bələdiyyəsi sağ olsun 3 aydan bir mütəmadi burada təmizlik işləri aparır. Ağcabədi rayonunda qəbirstanlıqlarda növbəti təmizlik aksiyası həyata keçirilib. Belə ki, rayonun Şənlik kənd qəbirstanlığı ilə yanaşı, Aşağı Afşar kənd qəbirstanlığında da geniş miqyaslı təmizlik işləri aparılıb. Ərazilər alaqotlardan və məişət tullantılardan təmizlənərək səliqəyə salınıb. Məlumata görə qeyd olunan işlər Ağcabədi şəhər bələdiyyəsi tərəfindən planlı şəkildə hər 3 aydan bir həyata keçirilir. Yerli sakinlər görülən işləri müsbət qiymətləndirməklə yanaşı, qəbirstanlıqların təmiz saxlanılmasının vacibliyini vurğulayıblar. Onlar əraziyə zibil atan şəxslərə müraciət edərək bildiriblər ki, tullantılar yalnız bələdiyyə tərəfindən ayrılmış xüsusi yerlərə atılmalı və ümumi təmizlik qaydalarına riayət olunmalıdır. Hörmətli izləyicilər, hal-hazırda gördüyünüz kimi Ağcabədi rayon Şənlik kəndinin qəbirstanlığındayıq. Dəyərli izləyicilər, burada olmağımızın məqsədi budur ki, dəfələrlə çəkib paylaşmışıq, 3 ay bundan qabaq da paylaşmışdıq. Həqiqətən də qəbirstanlıq bərbad bir vəziyyətdədir. Sağ olsun, Ağcabədi şəhər bələdiyyəsinin sədri İsmail müəllimə öz təşəkkürümü bildirirəm ki, belə gözəl işlər görür. Yəni bu kənd sakinləri adından, öz adımızdan, burada dünyasını dəyişən insanların yaxınından Ağcabədi şəhər bələdiyyəsinə və əziyyəti keçən insanlara öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk ki, belə gözəl işlər görür. Dəyərli izləyicilər, bunu da xatırlatmaq istəyirəm ki, sakinlərinə müraciət edirəm ki, yəni şəhər bələdiyyəsi tərəfindən zibil üçün yer ayrılıb. Yəni çıxışda bir dənə zəhmət olmasa operator qardaş götürür, o hansı ki yer ayrılıb bələdiyyə tərəfindən. Xahiş edirik zibilləri çıxardıb bura atın. Yəni yenə də Allah canını sağ eləsin, Allah dövlətimizi, millətimizi qorusun. Dəfələrdən burada çəkir, təmizlik işləri aparır, təmizlənir, abadlaşır. Bunu edən Ağcabədi şəhər bələdiyyəsidir. Bir daha təşəkkür, minnətdarlığımı bildirirəm. Ağcabədi rayon Şənlik kənd sakini Səfər Müşfiq Əzizoğlu. Hal-hazırda biz Şənlik kənd qəbirstanlığındayıq. Gördüyünüz kimi burada təmizliklər gedir. Ağcabədi rayon Bələdiyyəsi sağ olsun 3 aydan bir mütəmadi burada təmizlik işləri aparır. Mənim Şənlik kənd cəmiyyətində hakim olur ki, qəbirstanlığı batırmasınlar. Yəni bunu Ağcabədi rayon şəhər bələdiyyəsi öz öhdəsinə götürüb 3 aydan bir qəbirstanlığımızı təmizləyirlər, sağ olsunlar. Başda İsmail müəllim olmaqla.